Bugün Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin birgə təşkilatçılığı ilə 7-ci ADA Siyasi Forumu keçirilir. Forumda 44 ölkədən 80-dan çox beynəlxalq ekspert beyin mərkəzlərinin nümayəndələri iştirak edib. Prezident İlham Əliyev yeni dünya nizamına doğru mövzusunda çıxışı zamanı deyib. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq. Dövlət başçısı həmçinin Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, bu əməkdaşlığın başlamasından xəbər verə biləcəyindən danışaraq bildirib. Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm. İsrailin baş naziri Benjamin Netanyahu çərşənbə axşamı aprelin 8-də Amerika prezidenti Donald Trump'ın İranla nüvə proqramı ilə bağlı birbaşa danışıqlara başlayacağını elan etməsindən sonra yayımladığı videoda bildirib ki, danışıqlar uzanarsa hərbi variant qaçılmaz olacaq. Netanyahu bildirib, biz Trump'la razıyıq ki, İran nüvə silahı əldə etməməlidir. Görüşlər yaxşı nəticələnə bilər, ancaq əgər İran danışıqlarda tərəddüd edərsə, hərbi variant ikinci variant kimi masadadır. Qeyd edək ki, Əl-Ərəbiyyə müxbirinin verdiyi məlumata görə, İsrail Təhlükəsizlik Kabineti bugün çərşənbə günü İran, Türkiyə və Qəzza hadisələrini nəzərdən keçirmək üçün iclas keçirəcək. Aprelin 12-sinə planlaşdırılan İran və Birləşmiş Ştatlar arasındakı danışıqlar birbaşa olacaq. Bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt deyib. Kerolin Levitt jurnalistlər üçün mütəmadi brifinqdə İran tərəfinin gələcək əlaqələrinin vasitəsindən aparılacağı barədə bəyanatlarını şərh edərkən bildirib. Şənbə günü birbaşa danışıqlar olacaq, lakin mən prezident Donald Trump'ın bu barədə hər hansı əlavə təfərrüatların açıqlanmasında qabaqlamayacağam. Xatırladaq ki, aprelin 7-sində yazışmalar nəticəsində tərəflərin danışıqların ilk raundunu aprelin 12-sində Omanda keçirməyi razılaşdırdıqları məlum olub. Görüşün əsas iştirakçıları Irakçı və Amerika prezidentinin xüsusi elçisi Steven Utkov olacaq. Vaşinqton Tehrana qarşı güc tətbiq etmək imkanından imtina etməlidir. Bu barədə İranın Xarici İşlər Naziri Abbas Arakçı The Washington Post qəzetinin saytında dərc olunmuş məqaləsində bildirib. Tehran və Vaşinqton arasında aprelin 12-sində Omanda keçirilmiş danışıqları şərh edən Arakçı qeyd edib ki, İran sazişinin bağlanması məqsədi ilə ciddi qarşılıqlı əlaqəyə hazırdır. Bununla yanaşı o vurğulayıb ki, ABŞ və İran arasında birbaşa olmayan qarşılıqlı əlaqə formatı əhəmiyyətli etimadsızlıq və niyyətlərin səmimiliyinə şübhələrlə izah olunur. Arakçı İranın diplomatiyaya üstünlük verdiyini, ancaq özünü necə müdafiə edəcəyini də bildiyini söyləyib. Əgər bizə hörmətlə yanaşsalar, biz də eyni şəkildə cavab verəcəyik. Respublikaçı senator Lindsey Graham bildirib ki, İran hazırda 6 nüvə bombası hazırlamaq üçün kifayət qədər yüksək zənginləşdirilmiş urana malikdir və uranın 60% və ya daha yüksək səviyyədə zənginləşdirilməsi üçün heç bir kommersiya əsası yoxdur. İran nüvə proqramını gizlədir və aldadır və nüvə silahı əldə etməkdə qərarlıdır.